Hər il ölkəmizi yüzlərlə gənc tərk edir və bu gənclərin mütləq əksəriyyəti təhsilli, intellektual, bir və yaxud da bir neçə dil bilən şəxslərdir və bu şəxslər ölkəmizdə yaşayıb ölkəmizin inkişafına, Azərbaycan dövlətinin inkişafına öz töhfələrini verə bilərdilər. Amma Azərbaycandakı siyasi vəziyyətdən dolayı, iqtisadi vəziyyətdən dolayı bu insanlar gedib xaricdə yaşamağı, orada çalışmağı daha üstünlük verirlər. Və məsələnin acı verən tərəflərindən biri də budur ki, Azərbaycanda təhsilli olan gənclər xaricdə hətta sürücü belə işləməyə, kuryer belə işləməyə, taksi fəaliyyəti ilə məşğul olmağa belə razıdırlar ki, tək ki Azərbaycandan çıxa bilsinlər. Şəxsən elə mənim ətrafımda bir neçə nəfər var ki, onlar ilk fürsətdəcə, kiçik bir fürsətdəcə artıq ölkəni tərk etməyə üstünlük verdilər. Və bu Azərbaycan dövlətinin inkişafına gələcək perspektivli xüsusilə də çox böyük problemlər yarada bilər. Çünki gənc və intellektual, gənc və enerjili insanların ölkədən getməsi həm də ölkə iqtisadiyyatına böyük zərbə vurur. Bu insanlar ölkədə, məsələ təkcə təhsilli insanlarda deyil, buna da diqqət edək. Çünki təhsilsiz olmayan insanlar da bu ölkə iqtisadiyyatına töhfələrini verə bilərdilər. Bugün onlar da ölkədən gedir. Yəni, məsələ təkcə təhsilli insanların burada perspektiv görməməsi deyil, həm də işsizlik məsələsidir, həm də Azərbaycandakı iqtisadi vəziyyətdir, həm də Azərbaycandakı siyasi azadlıqlarla bağlı məsələdir. Bəli, gedənlərin kiçik bir qismi mühacir olsa da, amma mühacir olmayan, həm də Azərbaycandakı siyasi vəziyyətlə, iqtisadi vəziyyətlə razılaşmayan çox böyük bir kəsim var ki, onlar gedib öz həyatlarını xaricdə yaşamağa üstünlük verirlər. Və xaricdə yaşamaq, ora bir dəfəmlik köçmək heç də rahat deyil. Çünki sən fərqli bir cəmiyyətə gedirsən, fərqli bir mühitə gedirsən, ailəndən uzaq düşürsən, əgər gəncsənsə, subaysansa və yaxud da ki, ailənlə bir yerdə yeni evlənmiş cütlükdürsə, ailəsi ilə bir yerdə və yaxud da körpə uşağı varsa, tamamilə fərqli bir mühitə, fərqli bir cəmiyyətə gedir, fərqli bir ölkəyə gedir və orada yaşamaq özü bir cəsarət tələb edir. Ona üstünlük verib öz ölkələrindən gedən insanları artıq dövlət qayğılandırmalıdır. Dövlət bu haqda düşünməlidir ki, mən harada səhv edirəm ki, insanlar ölkədə yaşamağı, ümumiyyətlə ölkə ilə bağlı böyük bir ümidsizlik hökm sürür, xüsusilə də gənclərdə. Və təkrar edirəm, bu uzaq perspektivdə bizə çox böyük problemlər yarada bilər. Bəli, deyə bilərsiniz ki, bəzi gənclər var ki, onlar xaricdə təhsil alıb öz ölkəmizə gəlirlər, burada çalışırlar, burada Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Bəli, mən bundan razıyam, mənim də müşahidə etdiyim bir neçə nəfər var. Problem deyil, əksinə mən onlara yüksək qiymətləndirirəm, mən onlara təqdir edirəm ki, onlar gəlib öz ölkələrindəki duruma rəğmən öz ölkələrinin inkişafına öz töhfələrini verməyə çalışırlar. Bu yüksək qiymətləndirilməlidir. Amma mən ölkədən gedənləri də anlayışla qarşılayıram, çünki onlar da bu ölkə ilə bağlı bəlli bir ümidsizliyə qapılıblar. Çox təəssüflər olsun ki, mən bunu qeyd edim, xüsusi vurğulayım ki, mən çox təəssüflənirəm buna. Gənclərdə hökm sürən bu ümidsizliyə. Məsələ, təkrar edirəm, təkcə siyasi deyil, məsələ həm də iqtisadidir, məsələ həm də işsizlik məsələsidir, məsələ həm də azadlıqlar məsələsidir. Siz təsəvvür edin ki, bir insan dövlət işində işləyir, gəncdir, intellektualdır, hətta fərzdək ki, magistr təhsilini də xaricdə alıb bu ölkəyə dönüb. O, hər hansısa bir dövlət orqanında işləyir və iqtidarın müəyyən bir siyasətini tənqid edir və yaxud da ki, hər hansısa bir məmuru tənqid edir və onun artıq işdən azad olma ehtimalı var. Çox yüksək ehtimaldır bu həm də. Və bunu həmin insanlar bilir, çünki o ağıllıdır, çünki o savadlıdır, o başa düşür ki, mən bunu desəm, baxın, mən işimdən ola bilərəm. O, bu təhlükə altında burada yaşamaq istəmir, bu risk altında burada çalışmaq istəmir. Və yaxud da ki, təkcə dövlət sektorundan söhbət getmir, həm də özəl müəssisələrdə çalışan insanlarda da bu kimi hallar rastlaşır. Özəl sektorda çalışan insanlar da tənqidi fikir deyən kimi, hər hansısa bir məsələyə tənqidi yanaşan kimi, artıq onlar o təhlükəni öz arxalarında hiss edirlər ki, biz bunu dilə gətirdiyimizə görə, bunu yazdığımıza görə və yaxud da bunu danışdığımıza görə biz işimizdən ola bilərik. Təbii ki, bu insan həyatıdır. Kim öz xoşu ilə həmişə bu riskləri gözə alıb Azərbaycanda yaşamaq, Azərbaycanda çalışmaq istəyər ki?
dövlət bu məsələləri nəzərə almalıdır. İncəsənət adamlarını, mədəniyyət adamlarını xüsusilə də hər hansısa bir bəstəkar nəyisə bəstələmək istəyirsə, dövlətin senzurası ilə üzləşməməlidir. Hər hansısa bir film rejissor, film istehsalçısı ilə məşğul olan kəslər, onlar senzura ilə üzləşməməlidir. Onların tənqidi yöndə bir senariləri varsa, buna film çəkmək istəyirlərsə və yaxud da qısa metrajlı kino hiss etmək istəyirlərsə, buna dövlət buna əngəllər, maneələr yaratmamalıdır. Çünki incəsənətin boğulduğu ölkədə, mədəniyyətin boğulduğu ölkədə inkişaf mümkün deyil, tərəqqi mümkün deyil. Biz incəsənət adamlarını, musiqi adamları olsun, fərq etməz, rəssamlar olsun, kino sahəsi ilə çalışanlar olsun, bu kimi adamları da tibb sahəsi üzrə çalışan insanlar olsun. Bizim nə qədər həkimimiz bugün xaricə gedib orada çalışır. Siz düşünürsünüz ki, həqiqətən də məsələ təkcə iqtisadidir bu məsələdə. Xeyr, mən o qənaətdəyəm ki, məsələ təkcə iqtisadi deyil. Bəli, ola bilər Almaniyada verilən maaşlar və yaxud da digər Avropa ölkələrində, söhbət təkcə Almaniyadan getmir, daha cəlb edici olsun. Amma mən sizi inandırım ki, heç də insanlar həm də maliyyə məsələlərindən, iqtisadi məsələlərdən dolayı gedib xaricdə yaşamırlar. Onlar həm də Azərbaycandakı ədalət sisteminə etibar etmirlər. Əgər dövləti ədalətli deyilsə, siz bir insana 10.000 manat maaş versəz belə, bu onun üçün risklidir. Əksinə, ədalət olmayan bir yerdə maddi imkanları yaxşı olan insanlar daha çox risk hesab edir. Özünü, öz ətrafını, öz ailəsini daha çox risk hiss edir, daha çox risk gözləyir kənardan və bu, həmin insanların Azərbaycanda iqtisadiyyata da töhfə verməsinə ən böyük əngəllərdən biridir. O insanlar burada yatırım etmək istəmir, çünki başa düşür ki, Azərbaycan məhkəmələri ədalətli deyil. İndi siz fikir verin, mən bir tək gənclərin ölkədən getməsini nə qədər məsələlərə gətirib bağlaya bilirəm. Təbii ki, mən burada sadalamadığım məsələlər də var. Hər şeyi də açıq-açıq, uzun-uzun danışsaq bizə saatlar yetməz bunun müzakirəsi üçün. Mən maksimum dərəcədə kiçik-kiçik başlıqlar formasında bunları danışmaq istəyirəm ki, artıq izləyənlər özləri nəticə çıxarsınlar. Azərbaycanda problem köklüdür, Azərbaycanda problem sistemlidir. İnsanların ölkədən getməsi, onların bu ölkəni sevməməsi, onların buradan bezməsi demək deyil. Onlardan olsa onlar burada yaşayar, ölkənin inkişafına öz töhfələrini verərlər. Amma bunun üçün dövlət öncə insanlara mane olmamalıdır. Təsəvvür edirsiniz, mən dövlət insanlara hər hansısa bir şəraiti yaratsın demirəm. Diqqət edin, mən deyirəm ki, dövlət insanlara mane olmasın. Azərbaycanda hara baxsaq monopoliya sistemidir. Azərbaycanda bazara girirsən, bir marketə girirsən, az qala həftəyə bir dəfə qiymətlər artır. İnsanların iqtisadi durumu yetərli deyil. Bəli, biz artıq qalib xalqıq. Bəli, biz artıq 30 ildən sonra dövlət suverenliyimizi bərpa etmişik, ərazi bütövlüyümüzü bərpa etmişik. Amma Azərbaycan xalqı xoşbəxtdirmi? Mən bir dəfə də bu haqda bir sual vermişdim. Öncə Azərbaycan xalqının xoşbəxtliyidir. Bu insanlar buradan gedirsə, bu gənclər buradan gedirsə, demək o gənclər özünü bu cəmiyyətdə, bu dövlətdə, hal-hazırki siyasi sistemdə özünü tapa bilmir. Bu deməkdir ki, o insanlar xoşbəxt deyirlər. Xoşbəxt olan insan buradakı evini, buradakı ailəsini, buradakı çevrəsini qoyub bu ölkəni tərk etməz. Bəli, siz deyə bilərsiniz ki, intellektual axının ölkədən getməsi təkcə Azərbaycanda yaşanmır. Bu, Azərbaycan kimi digər ölkələrdə də, Azərbaycan kimi digər kiçik ölkələrdə də tez-tez rastlanan hallardandır. Amma biz əgər öz ölkəmizin gələcəyini düşünürüksə, biz bu ölkəmizin inkişafını, tərəqqisini düşünürüksə, biz dövlət siyasəti olaraq düşünməliyik ki, nə edək, necə edək ki, bu insanlar ölkədən getməsin. Xüsusilə də, bir daha gedirəm, xüsusilə də intellektual axın xaricə olmamalıdır. Azərbaycana tərk etməməlidir bu gənclər. Və dövlət artıq əməlli, düzəməlli, yəni siyasi islahatlara, iqtisadi islahatlara, mədəni islahatlara, məhkəmə islahatlarına başlamalıdır ki, insanlarımızda bir güvən yaransın, insanlarımızda hökm sürən ümidsizlik artıq bir işıqla kompensasiya olsun və bu insanlar ölkədə yaşamağa artıq daha əlverişli baxsınlar, daha uyğun baxsınlar, ölkədə yaşasınlar, ölkədə yaratsınlar, bizim iqtisadiyyatımıza, bizim tərəqqimizə töhfə versinlər.
və nəinki insanların buradan getməsi, həm də əvvəlki illərdə də ölkənin müxtəlif səbəblərini tərk edən insanların ölkəyə qayıtmasını dövlət təmin etməlidir və bu bizim ümumi inkişafımıza, iqtisadiyyatımızın genişlənməsinə də gətirib çıxaracaq. Mən çox ümid edirəm, çox arzulayıram ki, tez bir zamanda biz bu problemləri həll edək, ölkədə kütləvi intellektual axının qarşısını alaq, ölkəmizin gəncləri bizim ölkəmizdə yaşasın.